Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Axşamınız xeyirli olsun dəyərli izləyicilər. Salamlayıram hər birinizi. HDTV Öz televiziya kanalında yayımlanan Hidayət Çəkməsi verilişini canlı olaraq izləyirsiniz və bu axşam Ramazan ayının bildiyiniz kimi 5-ci gecəsidir və Allahdan arzu edirik ki, bu Ramazan ayında tutulan orucları, edilən ibadətləri ali dərəcədə qəbul etsin və bu Ramazan qurtarmamış, bağışlanan bəndələrdən qərar versin inşallah. Hörmətli izləyicilər, bildiyiniz kimi biz söz vermişik. Allah inşallah tövfiq versin ki, bu Ramazan ayı boyunca şiəliyi köklü şəkildə inşallah sizlərə çatdıraq və şiəliyə olunan böhtanları, şübhələri aradan qaldıraq və bunun üçün studiyamıza dəyərli alim ustad qonaqlar dəvət etmişik. Həmin ustadlarla bu mövzunu müzakirə edirik və bu axşamda daha bir maraqlı mövzu ilə sizlərin xidmətində olacaq. Siz də ekranda görünən WhatsApp nömrəsinə öz suallarınızı, mövzuya uyğun şəri suallarınızı yazıb göndərə bilərsiniz və verilişimizin axırıncı yarım saatında sizlərdən gələn şəri sualları başqa bir dəyərli qonağımız cavablandıracaqdır. Studiyamızın bu axşamki qonaqları həmişə olduğu kimi Cənab Hüccətül İslam, Ustad Firuz Yaşaroğlu və doktorant Ustad Ramiz Muhamməddir. Ustad, mən sizi salamlayıram. Hər ikiniz xoş gəlmisiniz. Ramazan ayınız mübarək olsun inşallah. Mən Ustad Firuzun icazəsi ilə istərdim ki, Ustad sizlə başlayaq. Xoş gəlmisiniz. İmamiyyə ki, şiələrinə görə Üsul-i-Dindən istərdim danışaq ki, 3-dür yoxsa 5? Buyur. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Mən də ustadı salamlayıram, sizi və tamaşaçıları salamlayıram. İnşallah Allah Teala bütün tutulan oruçları, olunan ibadətləri qəbul eləsin. Amma bəhsimizə gəlincə Üsul-i-Din neçədir? Ondan qabaq gərək biz artıq bundan əvvəlki verilişlərə mən baxmışdım. Məzhəblər və cərəyanlar barəsində biz gəldik, çıxdıq haqq məzhəb olan İmamiyyə və yaxud 12 imam şiəliyi əqidəsinə və məzhəbinə. Deməli, ondan qabaq mən istəyirəm bir dənə müqəddimə olaraq bir məsələni xatırlayım. Biz Üsul-i-Dindən danışırıqsa, biz bilməliyik ki, Üsul-i-Din əsl sözündəndir. Buna danışıblar deyə mən burada çox danışmıram, həm də vaxt məhdudiyyətinə görə. Əsl mayubn əleyhi qeyruhu. Bir şey əsl götürür, fundamental məsələlər deyirik də biz onu. Ondan sonra əgər bu həqiqətdir, qurulur, onun üstündə başqa məsələlər qurulur. Əsl yəni fundament. O fundament əgər sağlam olarsa, onun üstündə qurulanlar da sağlamdır və etibarlıdır və möhkəmdir. Yox, əgər zəif olarsa, bəzilər var, məsələn, haram yeməklə olunan ibadət ilə narın qumlar üstündə tikilən bina yoxdur, tez aşar. Çünki fundamenti zəifdir. Ona görə biz birinci bu fundamental məsələlərdən danışacağıq. Elə Üsul-i-Din dinin fundamental əsas məsələlərdir. Neçə dənədir? Yəni bunlar möhkəm necə qurulmalıdır? Hardan götürülməlidir? Bunlar hamısı möhkəm qurulandan sonra, ondan sonra digər mövzular, digər etiqad məsələlər onun üstündə qurulacaq. Amma ondan qabaq biz çünki dinin əslindən danışırıq. Din özü nədir? Mən istəyirəm bundan danışım. Bir də bu mövzuların faydaları elə bundan qabaqçı da, bundan sonrakı da, yəni bu verilişin əvvəlki mövzularda, sonrakı mövzularda əsas hədəf budur ki, biz şiəliyi elə siz dediyiniz kimi də şiəliyi tanıtdırmaq istəyirik. Çünki sanki mən belə mövzuya hazırlaşanda belə düşündüm ki, sanki bir nəfər kənardan istəyir ki, bir məzhəb qəbul eləsin və onunla Allaha yaxınlaşsın. Məzhəb artıq burada deyilib, yəni Allaha gedən bir yol olmalıdır da. Həmin o yol sağlam olmalıdır filan, hər hansı bir məzhəbdən gedilməlidir. Hətta məzhəbləri inkar edən olsa belə, o özü bir dənə məzhəb açır, bir dənə yol açır, bir cığır açır, onunla gedir. İndi sual zehində budur ki, bu yol məni aparıb Allaha çatdıracaq yoxsa yox? Bir dəfə mən bəhs edirdim bir nəfərlə, yəni müxalif məzhəblərdən biri ilə. O mənə gətirirdi səhabələr filan. Mən heç bir düşmənçilik eləmədən, heç bir kin-küdürət güdmədən sadəcə olaraq bir dənə sual verdim. Dedim, sənin təqdim elədiyin məsələn imam olaraq
biz bilirik ki, Peyğəmbərdən sonra Allahümmə salli ala Muhammed və ali Muhammed, İmam Əli əleyhissalam Allahın təyin elədi. Biz istədiyimiz yox. Allahın təyin elədiyi imamdır. Niyə görə? Allahın təyin elədiyi bizi apara bilərdi o yolla. Bəli. Yəni məzhəb İmam Əlinin cığırı ilə gedib çatmaq olar, Peyğəmbərin cığırı ilə getmək olar. O mənə təqdim elədiyi İmam Əlidən digər səhabə idi. Mən bir dənə sual verdim ona. Bir dənə sual verdim ki, sən necə isbat edə bilərsən ki, axı mən düşmənçilik, kin-küdürə sıfırdan başlamaq istəyirəm. Məni bu şəxsin hansı xüsusiyyətləri məni aparacaq, Allaha çatdıracaq, yəqinən istəyirəm deyim. Çünki məzhəb, əqidədə zənn yoxdur da, güman yoxdur. Yəni güman da buna deyirlər ki, 99% bir şeyin üstündə dayanıram, 1% ehtimal var ki, o olmasın. Əgər belə olsa, bu 99% fayda vermir. Mən istəyirəm 100%'lik bir nəticə olsun ki, yəni budur və bundan başqası da deyil. Yəqin. Buna yəqin deyilə, qət və yaxud da üsul. Budur, bundan başqası ola bilməz. Bu məni ancaq bu tərzdə gedə bilərəm, Allaha yaxınlaşa bilərəm. Bir də ki, Allahı həqiqətən də Allah barəsində ciddi düşünənlər, ciddi yanaşanlar bu məsələyə, bu narahatçılığı keçirdəcəklər. Yoxsa elə ata-babalara təqlid eləməklə mümkündür. Ona görə din məsələsi, dinin tərifini mən istəyirəm burada verim, ustad da icazə versə. Dinin tərifi, ondan sonra məzhəblər tez-tez buna işarə eləyər ki, neçə dənədir Usul-i-Din. Şiə məzhəbindən danışırıq biz. Bunu deyirdim ki, kənardan bir nəfər sıfırdan baxmaq istəyir, o bizə baxsın. Biz bunu çalışırıq deməyə ki, belə bir məzhəb də var, 12 imamlı bir əqidə də var. Həmin bunun məbnası budur. Bunlar Qurana belə baxırlar, bunlar rəvayətlərə belə baxırlar. Hardan götürülən mənbələri, necə münasibət göstərirlər, ciddidirlər, yoxsa neynirlər, hansı formada çalışırlar, o məsələləri ələ götürsün ki, həmin məsələlərlə Allaha yaxınlaşsın. Bunların hamısı baxsınlar, bunu diqqətlə baxsınlar, ondan sonra qərar versinlər, bu məzhəb dəqiqdir, istəyirlər tabe olsunlar, istəyirlər tabe olmasın, ondan sonra biz hal-hazırda o işi görürük. İndi dinin tərifi, mən bir dənə dinin təriflərinə baxmışam çox kitablarda, nöqsanlar görmüşəm, amma bir dənə mən tərtib eləmişəm. İndi ustad da baxar, əgər müdaxilə olsa, rahat məni saxlaya bilərsiniz, müdaxilə eləyə bilərsiniz. Deməli, tərif üçün gərək 4 dənə illət, deyirlər ki, bu yığışsın bir yerə ki, bu tam bir tərif olsun. İllət qa'iyyədir, deməli, illət qa'iyyə, illət failiyyə, surət maddə. Bu 4 dənə gərək cəm olsun. Mən də bu 4 dənə nəzərə alıb, bir dənə ümumi bir tərtib eləmişəm. Deməli, din, Azərbaycan dilində özü tərtib eləmişəm. Ərəb dilində də burada mövzu deyil deyə. Deməli, riayət olunacağı təqdirdə, din budur. Riayət olunacağı təqdirdə insanları dünya və axirət xoşbəxtliyinə çatdıracaq Allahın Peyğəmbər və Rəsullar vasitəsilə göndərdiyi ilahi təlimlər toplusudur. Bu tərif burada nədir? Deməli, burada illət failiyyə Allahın özüdür ki, Allahın göndərdiyi ilahi təlimlər toplusu Allahındır. Ondan sonra hədəf ya illət qaiyyə, xoşbəxtlik, dünya və axirət xoşbəxtliyidir. Maddəsi ilahi təlimlər toplusudur. Surədəki riayət olunacağı təqdirdə, riayət olunması. Bu 4 dənəni cəmləyəndə bu yəni din riayət olunacağı təqdirdə haqq dini, həqiqətdə siz tərif edirsiniz. Haqq dini. Və budur. İndi bu din vasitəsilə, bu dinin də təbii ki, əsli və əsasları olmalıdır ki, bu dinin həmin əsasların vasitəsilə insan ya dinə daxil olur, ya dindən kənar olur. Yəni bu əsasları qəbul edən və riayət edən həmin bu dinin daxilinə girir. Yəni mütədəyyin, dindar olur həqiqi mənada. Yox, əgər bunlardan hər hansı əsl danışacağıq, hər hansı birini inkar eləyən artıq dindən çıxmış olur, kafir olur. Məsələ bu qədər ciddidir. Amma bunu bilmək, mən də bir dənə də faydasını deyim, ondan sonra inşallah ustada söz verərik. Deməli, bunun faydası nədir? Bunu bu qədər, yəni Usul-i-Din 3-dür, yoxsa 5-dir, 6-dır, 7-dir, bunu da deyənlər var, 4 deyənlər var, 2 də deyənlər var. Biraz cəmləsək bir dənə də tohiddə. Amma bunu
araşdırmağın faydası nədir? Bilməyin faydası nədir? Odur ki, əsilləri biləndən sonra həmin bunlarla insanın dindarlığı müəyyən olunacaq. Bunu bilmərəkdən belə, inadkarlıq üzündən ya cəhalət üzündən onun dinində nöqsan yaranacaq. Yəni mənəvi, biz burada fiqhi fətva vermək istəmirik də, fiqhi məsələsini danışmırıq. Mənəvi təkamüldə zərər görəcək ən azından. İndi fətva gəlib verərlər ki, məsələn, sizin təxəssüsdür deyə mən sizə baxıram bu mövzuda. Deməli, fətva verərlər ki, misal üçün biz bunlara müsamihə eləyirik, nə bilim, güzəşt eləyirik, bunları kafir hesab eləmirik, bunların kəsdiklərini pak bilirik, bilmirik filandır. Bu artıq müsamihə fiqhin məsələsidir. Amma əqaiddə deməli kamalına zərər eləyəcək. Birinci, bunu biləndən sonra biz biləcəyik ki, bu əsaslar hansılardır? Bunlarda xəbər vahid və yaxud zənn etibarlı deyil. Digər mövzular əsaslardan kənar, çünki əqidə çoxdur. Bu 4-5 dənə, 5 dənə deyirik də biz Şiə İmamiyə görə. Xəbər vahid hökmü, xəbər vahidi biləcək ki, burada istifadə eləyək yoxsa eləməyək. Ondan sonra xəbər vahid höccət yoxsa, təqlid eləmək olar yoxsa yox. Bunu biləndən sonra bu 5 dənə də olmaz, digərlərində olar. İzləyicilər də bizi diqqətlə izləsinlər. Bu 5 dənəyə xüsusi hökmlər var. Digərlərində rahatlıqdır. Ondan sonra iman gətirməyənlərin hökmü müəyyən olunacaq. Digərlərini inkar edən dindən çıxmış hesab olunmayacaq. Amma bu 5 dənəni inkar edən dindən çıxmış hesab olunacaq. Burada yəqin, qət vacibdir yoxsa yox, bu müəyyən olunacaq. Digərlərində zənnlə, təqlidlə də problem yoxdur. Məsələ deməli bu qədər ciddidir ki, üsul-i-din neçə dənədir və hansılardır. İndi bir nəfər gəlib bilməyərəkdən hər hansı bir üsul-i-dini kənara qoysa, artıq bu mövzuda öz tərəfdarlarını nöqsana aparmış olacaq. Və yaxud da əlavə eləsə, yenə çətinə salmış olacaq. Ona görə bu çox dəqiq mülahizə və diqqət olunmalıdır. Bəli. Allah razı olsun Ustad. İnşallah yenə də qayıdarıq bu mövzuya. Ustad, icazənizlə mən Ustad Firuzdan ki, mövzu gəldi, çıxdı fiqhi və belə deyə əqidəvi mövzular ətrafında danışırıq. Bu şiələrin fiqhi və əqidəvi məsələlərin harda əldə etməsindən istərdim danışaq. Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Təşəkkür edirəm. Mən də Ustad Ramiz Muhammədi salamlayıram. Həqiqətən gözəl elmi bəhslərindən istifadə elədik. Və elə bu bəhslər bir-birini demək olar ki, tamamlayacaq. Bu ki, məsələn, üsul-i-dindən bəhs elədi. Mən istəyirəm orada etiqadi, fiqhi məsələlərdən ayıram, ayrı-ayrı bəhs edək. Birinci, biz ki, etiqadi məsələlərdən danışırıq. Etiqadi məsələ Ustad buyurduğu kimi həmin üsul-i-din. Yəni tövhid, yəni ədl, yəni nübüvvət, yəni imamət, yəni məad. Gözəl sualdır və yerində olan sualdır ki, həqiqətən biz bu 5 dənə əslə aid olan etiqadın əsli, köklü məsələlərini hansı qaynaqlardan ələ gətiririk? Mən bəzi kitablar mütaliə edirdim. Bəziləri ilk öncə deyirlər ki, Quran. Quran-ı Kərim əsl və önəmli qaynaqdır. Və sünnəti qət'iyyə, qət'i sünnət. Amma mən deyərdim ki, düzdür, Quranın Allah tərəfindən vəhy olmağı sabit olduqdan sonra, ilahi bir möcüzə olmağı sabit olduqdan sonra, təhrifdən amanda qalmağı sabit olduqdan sonra, bunların hamısı sabit olduqdan sonra əsl qaynaq elə Quran-ı Kərimin özüdür. Amma sualı budur ki, Quranın özü nə ilə sabit olur? Bundan öncə olan bir sıra məsələlər vardır. Məsələn, bir peyğəmbərin peyğəmbərliyi nə ilə sabit olur? Ümumiyyətlə, peyğəmbəri göndərən varlıq nə ilə sabit olur? Peyğəmbəri kim göndərir? Biz deyir ki, Allah tərəfindən gəlib. Allahın öz varlığını biz əsas nə ilə sabit eləyə bilir? Çün, belə deyək də, Allah Taala Quran-ı Kərimdə buyurduğu kimi əmr eləyib ki, bilin ki, mən varam və yaxud da mən vahidəm. Allah dediyi üçün biz onu elə təəbbüdən qəbul edək. Ustad işarə elədi, belə məsələlərdə təqlid eləmək olmaz. Allahın öz varlığı, Allahın tövhidi, nübüvvətin zərurəti, Allahın adil olması, imamətin zərurəti, məadın zərurəti. Bu üsul-i-dinin bəzi cüz'i məsələləri vardı, Quranda gəlib. Tövhidə dəlillərimiz vardı Quran-ı Kərimdə. Amma mən deyirəm, Qurandan öncə, sünnət-i nəbəvidən öncə əql önəmli qaynaqdır. Amma əqli qəti. Bu əqlin üzərində çox dayanmaq olar. Şiə əsas etiqadını, inancını mən deyərdim ki, nəyin üzərində qurub? Həmin o əql üzərində qurub. Mən burada ustad gözəl bilir, yəqin ki, bizi izləyən əgər ruhani qardaşlar varsa, onlar da bilərlər. Biz təqribən
bəlkə də ən azından 4 il, 5 il üsul elmi oxuyuruq, yəni hövzələrdə. O məşhur kitablardan ki, hövzələrdə oxunur, onlardan biri deyilir Üsul-i Fiqh Müzəffərdir. Ağay Müzəffərin Üsul-i Fiqh kitabıdır. Mən 2 cümlə oxuyacağam ondan. Əql barəsində buyurduğu üçün ki, yəni şiələr görün əqlə nə qədər önəm verirlər. Buyurur ki, vəcih hücciyyetil əql, ağlın hücciyyət olmağın dəlili. Bir neçə cümləni keçir və buyurur ki, və həl təsbitu şəriə illa bil əql. Şəriətin özü ağıldan başqası ilə sabit olurmu? Və həl yəsbudu tövhid və nübüvvə illa bil əql. Tövhidin özü, nübüvvətin özü əqildən başqa şeyin vasitəsilə sabit olurmu? Və yaxud sonra buyurur ki, və iza sələxnə ənfusənə ən hükmül əql. Əgər biz özümüzü ağıldan qoyduq kənara, yəni ağlı qoyduq kənara. Fəkeyfə nusəddiqu bir risalətin. Necə biz eləyə bilərik bir risaləti təsdiq edək? Ağıl olmadan. Bir nəfər gəlib deyir ki, mən peyğəmbərəm. Biz elə bunu təəbbüdən qəbul edək. Və keyfə nu'minu bi şəriətin. Biz əslən şəriətə iman gətirə bilmərik. Bəl keyfə nu'minu bi ənfusina və etiqadatiha. Özümüzün inanclarımıza. Yəni əql yeganə nədir? Mərcədi dinin əsli məsələlərini sabit etməkdir. Bəs diqqət eləsinlər əziz tamaşaçılar. Yəni biz kör-köranə elə Quran ayələrinə istinad edək üçün Allah Taala deyib ləvkana fihima alihətun illallah ləfəsədətə. Biz bu ayəyə, düzdür bu əqli istidlaldır ya, amma Quranda gəldiyinə görə biz onu qəbul eləmirik. Bir dənə bəhs var alimlər arasında. Ustadı yəqin ki, bu barədə geniş bəhsləri var, mütaliələri var. Ümumiyyətlə Allah öz varlığını isbat etmək üçün Quran-ı Kərimdə dəlil gətirib yoxsa yox. Özü bir dənə bəhsdir. Bəzi alimlər deyir ki, ümumiyyətlə Allahın əsl varlığı əqli fitri ilə isbat olunasıdır. Və Quran-ı Kərimdə elə bir ayə tapa bilməzsən ki, birbaşa Allahın varlığını isbat eləsin. Yəni bu insanlar əqli fitri ilə Allahın varlığını dərk eləyirlər. O ki dəlillər var, hamısı tövhid barəsindədir. Tövhid barəsindədir. Elə bunu cəm eləyən Əllamə Təbatəbai, ondan sonra Misbah Yəzdi gəlib deyirlər ki, düzdür. Yəni Misbah Yəzdinin bu sözü deyir ki, düzdür. Birbaşa Allahın varlığını isbat edən dəlil yoxdur. Tövhidi isbat edəndə elə onun dolayı yoldan elə Allahın varlığı da isbat olur. Bəs buna əsasən Elə bu da ağılla başa düşülür. Bunun özü də ağılla başa düşülür. Və bir məsələ ki, baxın biz hədislərə də müraciət edəndə, Quran ayələrinin özündə də görün Allah Taala əqlə nə qədər önəm verir. Demirə kör-körana qəbul edir. Əfəla yetədəbbərun. Çoxlu ayələrdə yətəfəkkərun var, təqilun var. Hamısı əql sözündən, təfəkkür sözündən. Və yaxud da əfəla yənzurun. Nəzər əslində baxmağa deyirlər. Amma Quran-ı Kərimdə keçən o nəzər ki var, deyir ki, təfəkkürlə nəzər eləmək. Bəzən deyir düşünməyə deyilir. Əfəla yənzuruna iləl ibil. Niyə dəviyə baxmırlar? Və iləs-səma göyə və iləl ərz və iləl cibal dağlara, göylərə. Yəni ağlı işdə. Ağıl çox önəmlidir. Bir hədisə də işarə edirəm, verilişlərin birində də işarə elədim. İmam Kazım əleyhissalamın hədisidir. Buyurur ki, lillahi ələnnası hüccətin. Allah üçündür insanlar boynunda 2 dənə hüccət. Hüccətən batinə və hüccətən zahirə. Bir hüccəti zahirə vardı, bir hüccəti batinə vardı. Əmməl hüccəti zahirə, o zahiri hüccətlər əl-ənbiya və l-ufsiya. Peyğəmbərlərdir, zahirdir, insanların arasına gəlir, insanlar da onu görürlər. Amma və əmməl hüccəti batinə və huvəl əql. O əqildir. İlk olaraq qaynaq əqildir. İmam Sadiq əleyhissalamın bir hədisi vardı əql barəsində. Bu ki, əl-əqlu ma ubidə bihir rəhman. Əql olsa, elə o ağılın nəticəsi elə Allaha bəndəsilikdir. Rəhman olan Allaha bəndəsilik. Bəs ilk olaraq qaynaq nədir? Əqildir. Biz əqli hüccət bilirik. İndi əqildən məqsəd nədir? Məntiqi əql vardı, əqlin müxtəlif qismləri vardı fəlsəfədə. Ustad bu bəhslərə daha da necə deyirlər, agahlığı vardı, bəhs edərik yerində. Amma bizim etiqadi məsələlər, mən bunu demək istəyirəm bu söhbətimin nəticəsi olaraq, ilk qaynağı Allahın öz varlığı, tövhid, nübüvvət, Üsul-i-Din ki, ustad işarə elədi, indi 5 dənədir, 3 dənədir, sabit edəcəklər. Bunun əksəriyyəti qayıdır nəyə? Əqlə. İlk olaraq əqlə. Bəli, əqllə, yəni ağılla isbat oldu Allahın varlığı, tövhidi məsələləri, inanca aid olan məsələlər. Bəli, bundan sonra ikinci qaynaq olaraq və mötəbər qaynaq, heç bir şək şübhə yoxdur, təhrif olunmayıb, Allahın əbədi Peyğəmbərimizə göndərdiyi möcüzəsidir. Bəli, ikinci qaynağımız nədir?
Qur'an-ı Kərimdir. Üçüncü qaynaq nədir? Etiqadi məsələlərdə. Üçüncü qaynaq sünnətdir. Sünnətə mən o günləri işarə elədim. Sünnət məsələn əhli təsənnün belə məna edirlər. Sünnət yəni qolun nəbi. Peyğəmbərin sözü, peyğəmbərin əməli, peyğəmbərin iqrarı. Bəli. Amma şiə alimləri belə məna edirlər. Qolul məsum. Çünki peyğəmbərdən sonra məsumlara inanırlar. Elə məsumun kəlamı. Əgər bir varlığın, bir şəxsin məsumluğu sabit oldusa, biz onun sözünü götürə bilərik. Ustad işarə elədilər. Səhabə. Səhabə necə deyirlər, nə qədər yaxşı da olsalar, məsum ki deyirlər. Məsum ki olmadı, xəta eləyə bilərlər. Bir məsələyə də işarə edə, mən bu sözü bağlayıram ustaddan bəhrələnə, mən çox danışmayım, hər axşam buradayam. İcma məsələsi var, mən o fiqhi məsələlərin o fiqhi məsələlər hardan ələ gətirilir? Kitabdan, sünnətdən, əqildən əlavə deyirlər, icma da vardı. Onlar icmaya çox önəm verirlər. Müxalif firqələr, məzhəblər icmaya çox önəmli verirlər. Amma mən burada bəhs eləyəcəm. İcma, yəni bir dəstə alimin, ya deyək ki, bir əsrdə yaşayan bütün alimlərin hamısının bir məsələdə eşitdillikdə nəzər verməsi. Bir fikri bildirirlər, hamısı onu qəbul edir. Buna deyirlər icma. Şiələrin icmaya xüsusi baxışı vardı, dedim, fiqhi məsələlərdə onu bəhs eləyəcəm. Amma icma nə qədər sayı çox olsa bu alimlərin, ustad onlardan biri xəta eləyə bilər, ehtimal var ki, bir xəta eləsin. Bəs biri xəta eləyə bilərsə, onların qalanları da elə o bir nəfər kimidir. Bəs hamısı xəta eləyə bilər. Əhsandım. Hökmül əmsal fīmā yəcuz və fīmā la yəcuz vahidun ki, bu da fəlsəfi qanundur. Hər halda bu bəhsin bu qədərdir. Bizim etiqadi o bünövrəli məsələlər ki vardı, ustad işarə elədilər. Bunların hamısı qayıdır əvvəl əqlə, ağla və Qur'an-ı Kərimə və sünnətə. Ustadın o dediyinə mən yenə təkid edirəm, etiqadı və inanca aid olan məsələlərdə sünnət də gərək qəti olsun. Ya mütəvatir olsun, ya əgər vahiddə olsa, vahid özü iki qismdə, məhfub bil qərain olsun. Yəni digər Quran ayələri ilə nə olsun? Təyid olunsun. Həqiqətdə deyirlər ki, xəbər vahid əgər məhfub bil qərain olsa, bu da mütəvatir kimi olur. Bu qədər. Sizin sözü qüvvət olaraq belə bir hədis yadıma düşdü. O əqli dəlildə məzmun yadımdadır. İndi səhv olsa düzəldərsiniz. Kulli şeyün yəhtacu ilal əməl əməl yuhtacu iləl əql, belə bir məzmunda hədis var. Yəni hər bir şey əmələ bağlıdır, əməl də özü əqlə bağlı, yəni ehtiyaclıdır. Yəni əql bu qədər. Yəni əql onu təyid eləməlidir. Bəli, əql onu təyid eləməlidir. Təşəkkür edirəm ustad, Allah razı olsun. Ustad, davam edən mövzumuza ki, usulü dinin 3 ya 5 olmağından, bəli, xəbər vahiddən danışacağıq. Ondan qabaq mən çox xoşuma gəldi bu mövzu, ustadın gətirdiyi mövzu icma məsələsi. Həqiqətən kənardan izləyəndə də mən bir tamaşaçı kimi məsələn qulaq asanda artıq insan düşünməyə başlayanda ustadın gətirdiyi məsələn icma məsələsi ki, şiələrdə daha dəqiq baxırlar. Bu təəssüb məsələsi deyil də. Biz burada elə bunu təhlil edirik, dəlillər, mənbələr gətiririk. Görün ki, biz özümüzdən təəssüblə eləməmişik. Mənbələr var, dəlillər, isbatlar var. Bəli. Məsələn, bir nəfər gəlib mənə desə ki, məsələm deyirəm, artıq mən düşünürəm, bütün cəmaət bunu deyir. Mən də artıq orada o dəqiqə elə bilirəm bizi izləyən təfəkkür əhli də belə fikirləşər ki, yəni orada bütün cəmaət mən necə yəqin, necə arxain ola bilərəm ki, bunlar düz danışır. Burada bəziləri deyirlər, məsələn elm oxuyanlar deyirlər ki, bu bəhsində, mütəvatir bəhsində, məsələn onlar yalan üzərində oturub fikirləşməyiblər, razılaşmıyıblar. Bunları qəbul elədimmi? Bunları qəbul elədim. Amma bir dənə xata bir fikir olsa, bizə nə qədər olub tarixdə biz baxsaq, məsələn, hətta xurafatı hamı bir müddət zamanda və eyni məkanda yaşayan və digər məkanlarda da əksəriyyət bunu qəbul eləyib. Onda mən hardan bilə bilərəm ki, bu əksəriyyət ola bilsin oturub yalan danışmaq üçün bir qərara gəlməyiblər. Amma yalan bir şeyi doğru hesab edib onun üstündə cəm ola bilərlər. Ağıl deyir də bunu. İndi mənə maraqlıdır ki, indi sizdən bunu öyrənmək istəyəcək ki, yaxşı, bəs şiələr icma deyəndə, icma
elə hamının toplaşdığı bir fikir ətrafında toplaşmasıdır, yoxsa orada bir dənə şəxsən məni və tamaşaçılarda arxain eləyəcək bir dəlil verin ki, mən arxain olum ki, o icma doğrudan düz fikrin ətrafında cəm olub. Bu öz yerində inşallah onu sizdən istəyəcək. Diqqət istədim, izləyicilər də diqqətli olsunlar ki, icma hələ belə deyil. Yəni bu din məsələsi birbaşa axirətlə bağlı olduğuna görə burada çox nigaran qalmaq lazımdır. Burada çox narahat olmaq lazımdır ki, elə beyin əməliyyatı ki, mən həmişə bunu istifadə edirəm. Bu beyin əməliyyatı kimi bir şeydir. Balaca bir yerdə səhv elədim, burada paraliz elədi. İndi məsələ bu gəlirik məsələmizə neçə dənədir. Ümumiyyətlə ustadın sözündən çıxış eləyib, mən oradan ilhamlanıb gəlirəm bu mövzuya ki, əqaid, ümumiyyətlə əqidə və yaxud etiqadlar, əqidə məsələləri deyəndə iki növ əqidə məsələləri varımızdır bizim. İki növ. Çünki biz 5 dənəsindən danışacağıq indi və yaxud başqaları 3 dənəsindən danışacaqlar. Amma məsələ budur ki, bəs əqidə məsələləri axı 5 dənədə bitmir. Minlərlə əqidə məsələsi var. Yaxşı, bəs o birisiləri neyək bəs elə necə gəldi qəbul eləyək, yoxsa onlar üçün də. Məsələ budur. Hə. İndi və onları hardan götürməliyik biz? Elə kimin ağlına nə gəldi? Bu dindir də bu. Xoşbəxt olmaq üçün görə bunlar diqqət olunsun. Həqiqi xoşbəxtlikdən söhbət gedir. Əqidə məsələlərini ümumi iki növ əqidə məsələləri. Əqidə deyəndə etiqadat və yaxud əqidələr toplusu deyəndə artıq burada iki məna başa düşülür. Birinci məna budur ki, furu' dinin müqabilində. Yəni bütün əgər əməli məsələ deyilsə, əhkam məsələsi deyilsə, yəni ideoloji məsələdirsə, bunlar hamısı etiqad hesab olunur. 5 dənə də onun içində, qalanları da onun içində. İstəyir üsul-i-dindən olsun ya olmasın. Hə, üsul-i-din olsun ya olmasın. Bunlar deyirlər etiqadat, əqidə məsələləri. İkinci məsələ isə deməli bu həmin 5 dənə üsul-i-din nəzərdə tutulur. Ona görə deyəndə məsələn əqidə məsələlərində təqlid yoxdur. Bu ümumi bir sözdür. Bunu gəlir açaq ki, bir nəfər artıq bunu öyrənəndən sonra indi biz belə deyək də, biraz asanlaşdırmaq üçün. Asanlaşdırmaq deyəndə bir dənə də elmi adı var, bir dənə də mən ad qoymuşam buna. Mən qoyduğum ad budur ki, çünki belə bunu təzə düşünəndə dedim əqidənin birinci dərəcəli məsələləri və ikinci dərəcəli məsələ. Birinci dərəcəli məsələlər deyəndə mən üsul-i-din o 5 dənə nəzərdə tutmuşam. İkinci dərəcəli məsələlər deyəndə o digər məsələləri nəzərdə tutmuşam. İndi buna sonra mən baxmışam kitaba, görmüşəm ki, bunun elmi adı da var. Deməli burada etiqadat, əl-əqliyyə ki, bu 5 dənə ki, siz dediyiniz kimi ağılla isbat olunur. Bu 5 dənə ağılla isbat olunur. Digər isə əl-əqaid təvqifiyyə deyirlər. Əqaid təvqifi, yəni mətnlərdən alınan, biz özümüz bunu isbat eləmirik. Hətta bunların isbatları da, bunların isbat eləmək mənhəzləri, yolları da fərqlidir. Əqaid əqliyyə, əqli burhan yolu ilədir, ağıl yolu ilə isbat olunur. Təvqifiyyə və yaxud ikinci dərəcəli məsələlər isə nəqildən gəlir. Ona görə də ümumiləşdirəndə etiqad, əqidə, kəlam elmində və əqidə bəhslərində bizim 2 dənə mənbəmiz olur. Bir ağıl və nəqil, mətn. Nəqildə özəl 2 qismə bölünür. Həm Qur'an-ı Kərim nəzərdə tutulur, həm sünnət və sünnə hədislər. Amma deməli gəldi biz neçə dənədir? Bunu mən 2-3 dənə misal deyim, nümunə olaraq həm əhl-i sünnə, həm şiədən ki, yəni daha obyektiv olaq. Birinci məsələ budur ki, deməli İbn Xəldun, Müqəddimət İbn Xəldunda gətirib, səhifə 462-də. 462-də gətirib deyir ki, deməli əhl-i sünnəyə görə üsul-i-din 6 dənədir. İndi bu belə gətirib. İndi qəbul eləyərlər, eləməzlər. Bu elmi bəhsdir. Bu belə gətirib. Birincisi Allaha etiqad. İndi fikir verin, həm də bizim izləyicilərimiz də baxsınlar. Şiədə 5 dənədir. Deməli bunu deyim, sonra zehnin bir tərəfində bu qalsın. Müqayisə üçün o birisləri dedikcə müqayisə eləsinlər. Deməli təvhid, nübüvvət, imamət, məad, bir də ədl. Və yaxud belə deyək, yadda qalmaq üçün. Təvhid və ədalət, bu Allaha aid. Ondan sonra nübüvvət və imamət, bu ikinci məsələ. Və bir də məad, 5 dənə. İndi baxın görün nə qədər bizlə üst-üstə düşür, nə qədər düşmür və nə problem var burada. Deməli birinci Allaha etiqad, bu üst-üstə düşür.
İbn Xəldun deyir. Allaha etiqad, sonra mələklərə etiqad, bunu çıxırıq bu tərəfə. Bəli. Mələklərə etiqad, ikinci, səmavi kitablara iman, bu da çıxdı kənara. Bunu da eliblər Usuliddin. Bəli. Səmavi kitablara iman, Rəsula iman, bunu hələ elədik, Qəbul özümüzdə var, edirlər, bəli. nübüvvət. Bir də ilahi tədbirə iman. 6 dənə, hə. 6 dənəsindən ikisi bizdən üst-üstə düşür, ən azı. Təəccüblüdür, məadi heç gətirmir. Məadi gətirməyiblər. Deməli, Abdülcəbbar Mu'təzili. Abdülcəbbar Mu'təzili də deyir ki, Mu'təziliyə görə Üsuluddin 5 dənədir. Görürsünüz, artıq saylarında ən azından saylarında bizlə üst-üstə. Sonra deməsinlər də bu şeylər özündən, nə bilim filan. Baxın görün ki, elmi mühit bax belədir. Elmi mühitdə yəni kin-küdurət, nə bilim təəssüb, həsəd yoxdur. Elmdir, bu belə deyir, biz də nəql edirik və onlar da elm adamlarıdırlar əslində. İndi yanlış eləyiblər, xəta eləyiblər. Biz orada məntiqi yanılmalarını da vaxtı ikən danışmışıq. Təvhiddir. Deməli, bizdən üstə. Abdülcəbbar, Qazi Abdülcəbbar Mu'təziliyə görə 5 dənədir. Təvhid, vəd və vəid. İkinci budur. Vəd və vəid. Cənnət və cəhənnəm olan vədə. Allah bir şey yaxşı əməl edənləri cənnətə aparacaq, pis əməl edənləri və yaxud günahkarları cəhənnəmə aparacaq, bu vəid. Burada da bizim söhbətlərimiz var. Bu qalsın öz yerində. Deməli, təvhid, vəd və vəid. Üçüncü, mənzilə beynə mənziləteyn. Qəza və qədər məsələ. Mənzilə beynə mənziləteyn. Dördüncü, hələ biri düz gəlib də. Dördüncü, əmr bil məruf və nəhy anil münkər ki, biz bunu Firuddindən bilirik. Bunlar Usulüddinndən biri. Bir də ədil. Burada da ikisi. Ədalət. En azından ədli şiələr kimi Usulüddindən bilən var. Ona görə onlar ədliyyədir də bizi kimi. Deməli, bunlar da biri 6 dənədir, biri 5 dənədir və bu Mu'təzilə görə. Seyyid Murtəza burada gəlir. Seyyid Murtəza, Şərif Murtəza. Şeyx Mufidin tələbəsi. Seyyid Rəzinin qardaşı. 5-ci əsr alimlərimizdəndir bizim. O gəlir, deyir ki, buna irad bildirir 5-dən. Bu Mu'təziləyə 5 irad. Onlar çünki orada bəhsləri var idi, orada çox tarixi məsələdir bu. Deməli, Seyyid Murtəza deyir ki, 5 əsas içində yalnız ikisi Usulüddindir. Belə deyir. Təvhid, bir də ədl. Bu ikisi Usulüddin. Çünki o birisiləri biz ayrı yerdə ya ikinci dərəcəli məsələdir, ya Firuddindir. Ki belə indi mən demirəm bunlar qarışdırıb. Deyirəm bunlar belə başa düşüb. Problem yoxdur. Kim istəyir getsin onların məsələsini. Mənə elə gəlir Ramiz müəllim. Gərək indi görürsən müxtəlif rəylər vardı da. Gərək burada elmi baxımdan milaçlar da bəyan olunsa. Bir şeyin yəni üsuldan olmağının meyar və milacı nədən ibarətdir? Hardan götürüblər? Və bu da Seyyid Murtəza deyir ki, bu 5 üsula ikisini də əlavə eləməliydilər. İkisini də əlavə eləyərdilər və nübüvvət və imaməti, çünki orada çox ixtilaf, onda 7 dənə olacaqdı. Problem yoxdur. Bu 7 dənə Usulüddinlər olsun, amma nübüvvət niyə görə bunu deyir? Bu elə belə deyil, təsadüfi deyil. Çünki bu məsələ insanın müqəddəratını həll eləyir. Çünki baxın görün, məsələn, bu gün baxsınlar, görsünlər ki, imamət məsələsini Usulüddindən bilməmək və yaxud imamət məsələsini dəqiq araşdırmamaq və yaxud imamət məsələsində məntiqi yanılmaya düşmək nə qədər ümməti, İslam ümmətini bu problemə salıb, nə qədər dava qırğına salıb. Məsələ budur. Əgər doğru yanaşsaydılar və yaxud bir oturub məsləhətləşsəydilər, bu problemlər olmazdı. Məsələ həll olardı. Ondan sonra bir dənə də maraqlı fasilənin vaxtıdır. Fasilə var. Yaxşı, fasilədən sonra sözünü bitirsin istəyirsən. Bitirsin, sonra inşallah fasilə etsin. Maraqlısı budur ki, deməli Şeyx Müzəffər də öz kitabında 4 dənə gətirib. 4 dənə gətirib. Seyyid Xərrazi də deyib ki, bu 5 kəş məşhura qulaq asardı, əməl eləyərdi, 5-cini də deyərdi. Amma 5-cini deməməyində də problem görməyib. Bu qalsın, fasilədən sonra açarıq inşallah. Təşəkkür edirəm Üstad. Hörmətli izləyicilər, qısa bir fasilədən sonra verilişimiz davam edəcək. Biz izləməyə qalaq. Bəli, dəyərli tamaşaçılar, qısa bir fasilədən sonra yenidən sizinləyik. ADTV televiziya kanalında yayımlanan Hidayət Çeşməsi verilişini izləyirsiniz. Və bunu da xatırladım ki, müəyyən səbəblərdən bizim YouTube kanalından canlı yayımlanmır. İnternet problemi olduğundan, VPN problemi olduğundan ki, yayımlanmır. İnşallah ki, sabah, axşam bugünkü verilişimiz YouTube kanalına qoyulacaq. Oradan girib izləyə bilərsiniz və hal-hazırda da televizor vasitəsilə və sayt vasitəsilə də rahat izləyə bilərsiniz. Saytın linki də paylaşılıb, oradan girib izləyin. Studiyamızın bu axşamçı qonaqları cənab Hüccətülislam Ustad Firuz Yaşaroğlu və Ustad Doktor Ramiz Muhamməddir.
Ustad Firuzun icazəsi ilə istərdim ki, ustadla əlavə davam eləyək ki, həmin mövzunu biz bitirək. İnşallah ustaddan istifadə edək. Buyurun. Üsuluddin'dən danışırdıq. Bəli, deməli Şeyx Müzəffər ki, bizim artıq bu dərs kitablarından biridir. Əqaid İmamiyyə Şeyx Müzəffərin. Deməli bu dərs oxunur. O maraqlıdır ki, 4 dənə gətirib. Üsuluddini 4 dənə gətirib. Təvhid, nübüvvət, imamət və məad. Bunları gətirir və burada da deyir ki, əsas bunun fikri o 4 dənə və 5 dənə saymaq deyil. Əsas fikir burada təqlid var, yoxsa yoxdur, bundan danışır. Və burada deyir ki, və mən qəllədə əba'əhu və nəhvəhu fi etiqad hazihil usul. Çünki biz bunu üsuldan hesab edirik. Burada artıq biz əvvəldə də dedik, bunu bilməyin faydası budur ki, burada təqlid yoxdur və zənn yoxdur, xəbər vahid filan bu məsələlər. Yəni yəqin qət olsun. İndi burada deməli əgər bunlara hər kim deyir təvhid, nübüvvət, imamət və məadda 4 dənəsini deyir, ədil qalıb. İndi ədili sonra deyəcək niyə görə deməyib. Və bunlarda kim təqlid eləsə öz ata-babalarına və yaxud bunlar kimi məsələn ustadlara ya alimlərə kim təqlid eləsə fəqət irtəkəbə şətətən və zaqən siratul müstəqim. Bu zəlalətə düşüb, azğınlığa düşüb və doğru yoldan çıxıb. İndi təhlükəli yer buradır. Burada ki, və la yakunu ma'zuran əbədən. Üzürlü də deyil, ya Allah bağışla bilməmişəm filan. Bu üzürlü deyil, çünki Allah Taala ustadın dediyi kimi 2 dənə höccət verib, biri ağıldır və ağılı da vermişdi. Və təqlid eləmək də olmaz. Ona görə ki, əvvəla biz nəqli dəlillərlə ki, məzəmmət olunub ki, bu məlumdur, bu danışılıb. İkinci də ki, əqli də olmaz, çünki biz məsələlərdə başlasaq təqlid eləməyə, onda insanlar bilirik ki, müxtəlif fikirlər səsləndiriblər. Elə ən azından biz hər hansı bir əqidə məsələsini götürsək, lap elə təvhidi götürsək ki, güya bu müsəlmanlar hamısı müttəfiqdirlər, amma biz görürük ki, təvhidi yaxşı başa düşmədiklərinə görə imaməti də burada qoyublar kənara. Əslində imaməti biz dediyimiz kimi, yaxud da Quran-ı Kərimdə biz Qurandan götürmüşük. Dediyi kimi, Quran dediyi kimi, Peyğəmbər və Əhl-i Beyti dediyi kimi başa düşməyən, onu öz nəfsindən ora qaydalar uyduran və özü istədiyi kimi başa düşənlər əslində təvhiddə problemləri var. Biz bunu dəfələrlə demişik. Ona görə də təvhid məsələsi də həll olmalıdır. Əgər burada görürsüz onlar bir cürə deyir, başqaları ayrı cür deyir. İndi təqlid eləmək istəyən, təqlid nədir? Biz öz ağlımızı kilitləyirik və başqalarının sözlərinə əməl eləyirik. Təqlid budur da. Necə ki, məsələn, müstəhil gəlir, deyir ki, filan şey pak eləyən. Mən durub onu axtarmıram, durub düşünmürəm də. Bəlkə düşünsəm, heç başa da düşməyəcəm. Amma gəlir deyirəm ki, məsələn, filan müstəhidimiz, məsələn, mənim təqlid edədəm müştəhid. Bunu deyir ki, bu halaldır, bu haramdır, bu nəcisdir, bu pakdır. Mən də onu halal bilirəm, istifadə edirəm. Burada heç bir şey də zəhmət də çəkmirəm filan. Amma məsələ budur ki, əgər əqidə məsələlərində də biz qərar qoysaq ki, təqlid eləyəcəyik, onda görə biz indi məsələ budur. Təsəvvür edin bir nəfərdir ki, mən əqidədə təqlid edirəm. Yaxşı təqlid edirsən, problem qal burada. İndi gəlirik bura. Bu təvhid barəsində belə deyir, bu birisi belə deyir. Təqlid edirsən, ikisinə də bir yerdə qəbul eləyə bilməzsən, ictimai nəqizin. Deyəməzsən, bu həm belədir, həm belədir. İkisini də qəbul edirəm. Amma əməlin ikisindən birinə aid olmalıdır. Bu əqlən qeyri-mümkündür. Yəni iki ixtilaflı fikrə eyni zamanda tabe olmaq, ikisinə də əməl eləmək qeyri-mümkün. Biri deyəcəm su iç, biri deyəcək içmə. Mən deyirəm ki, mən ikisini də qəbul edirəm, həm içirəm, həm içmirəm. Olmaz. Onda məsələ budur. Bu olmazsa, onda məcburdur ki, o burada dayanan, bayaq dedik dayanmır. Burada dayanan, təqlid eləmək istəyən məcburdur ki, onlardan birini seçsin. Əgər onlardan birini seçməyə məcburdursa, sual verəcəm ona ki, nəyin əsasında, tərcih nədir? Nəyin əsasında sən bunu seçdin, bunu seçmədin? O deyəcək ki, mən fikirləşdim, burada dayan. Artıq biz də bunu deyirik. Biz də bunu deyirik ki, təvhid bu məsələlərdə dəlil. İnsan ki, bir dəlilə görə onun sözünü qəbul edirsən, olur dəlil. Təqliddən çıxırsa. Əvvəldən bunu deyirdik. İndi burada bunu deyim, bitirim inşallah ustaddan istifadə edək, faydalanaq inşallah. Nüvvət, imamət, məad, bir də təvhid. Burada üzr yoxdur. Seyyid Xərrazi də deyir ki, və fihi ixtisas usul etiqadə bil ərbəə dunəl xəmsə. Deyir ki, orada bu Şeyx Müzəffər 4 dənə deyib, 5 dənə deməyib. Xilaf ma zəhəbə ileyhil məşhur minəl imamiyyə. İmamiyyə buradan biz mətnin içində söhbətlər var əslində. Yəni mən bunu niyə oxudum? Mən bunu demək istəyirəm ki, İmamiyyə şiələrin etiqad kitablarını ki oxuyuruq. Hələ ən əvvəli buradan başlayırıq Şeyx Müzəffərin İmamiyyə etiqadından. Burada 5 dənədir.
Biz buradan başlayır. 5-dir. Sonra biz sübut eləyə bilərik niyə 5-dir. Bəli. Amma 5 dənədir. Ondan sonra məşhur imamiyyə 5 dənədir. Amma Şeyx Müzəffər niyə görə və əhsən ən yaxşı olar ki, ittiba'l məşhur. Bəli. Yəni 5 deyərdi, 4. Amma niyə görə deməyib? Və in kanal adl min as-sifatil fi'liyyə. Çünki ədl özü fe'li sifətlərdən yəşmilu ləfz-i təvhid və istilah elmil əqaid. Kəmə yəşmil sair sifat. Çünki orada biz təvhiddən danışanda, sifətlərdən danışanda ədalətdən danışmışıq. Bəli. Ona görə burada da əlavə eləməyə ehtiyac yoxdur. Elə bunu deyəndə yenə də burada çıxır ki, təvhid, ədl, nübüvvət, imamət və məad 5 dənə. Şiəyə görə üsul-din 5 dənədir. Bunlar yaxşı öyrənilməlidir və burada təqlid eləmək olmaz. Burada dəlillər axtarılmalıdır. Bir dənə də balaca bir qeyd edim. Bizi eşidənlər ola bilsin deyər ki, yaxşı. Siz deyirsiniz ki, 5 dənədir. Burada təqlid yoxdur. Yəni alimlərdən heç nə soruşmayaq, kitablardan heç nə öyrənməyək. Bunu demirəm. Onu deyirəm ki, alimlərin gedib təvhid kitablarına baxsalar, yoxsa əqidə kitablarına baxsalar, orada dəlillərini də öyrənsinlər. Əgər dəlillərini öyrənsələr, onda bu təqlid hesab olunmur. Belə eləməlidirlər, öyrənməlidirlər. İnşallah Allah Taala dünya və axirətdə elə bizləri hamını xoşbəxt eləsin. Amin inşallah. Təşəkkür edirəm Ustad. Ömrünüzə bərəkət versin. Ustad, əvvəlki mövzunu davam edək, yoxsa ustadın verdiyi o ki sual var idi. Ona da gələcəm inşallah. Ona da gələcəm. Deməli bəhsimiz budur ki, bizim etiqadi məsələlərin qaynağı haradır? Haradadır? Əsl işarə elədik ki, əsas əqldir. O əqllə şəriət, əsli tövhid məsələləri, üsul-din aid olan məsələlər isbat olunduqdan sonra, bəli, ondan sonra Quran əsl mənbədir və sünnət-i nəbəvi və əgər sünnət-i nəbəvidə də iki qismdir, ya təvatir olan hədislərdir, ya da ki, əgər xəbər vahid olsa, xəbər vahidir ki, digər qərinələrdən həqiqətən insana yəqin gəlsin, xəbər vahid olsa. Mən keçən dəfə xəbər vahidə, xəbər mütəvatirə tərif verdiyim üçün təkrar eləmirəm. Amma əlbəttə mən nümunələr burada qeyd eləmişdim ki, artıq vaxtımız yoxdur onlara işarə edən. Məsələn, tövhidə dəlalət edən əqli dəlillər vardı. İnşallah gələcəkdə ola bilər bəhs eləyək. Quran ayələrindən tövhidə dəlalət edən, nübüvvətə dəlalət edən və hətta sifat-ı xəbəri və digər sifətlər Quran-ı Kərimdə ayələr çoxdur. Və ondan sonra sünnətdə də ki, məsələn biz eləyə bilərik elə İmam Əli əleyhissalamın tövhid haqqında oxuduğu xütbələrə, peyğəmbərimizin kəlamlarına, ondan sonra Şeyx Səduqun tövhid kitabına burada artıq inanca aid olan məsələlər qeyd olunmuşdur. Bizim alimlərimizdən məsələn Şeyx Müvidin Təshihül Etiqadat kitabı var. Və yaxud da Şeyx Səduqun Əl-Etiqadat kitabı var. Şeyx Müvid ona gəlib məsələn biraz izahlar verir. Hər halda mən artıq məlum oldu ki, bizim etiqadi məsələlərimizin qaynağı qayıdır nəyə? Ustad da işarə edir, ya əqldir, ya nəqldir. Nəql özü də, nəql yəni biz üçün gəlib çatır, o nəql olunub. Nəql də ya Qurandır, ya da sünnətdir. Amma ikinci sualınızda da qeyd eləmişdiniz, fiqhi məsələlərin qaynağı nədir? Yəni biz fiqhi məsələləri, məsələn, filan şey vacibdir, filan şey haramdır, hicab vacibdir, şərab içmək haramdır, oğurluq eləyən gərək əli kəsilsin. Bu fiqhi məsələlərdir də, farslar deyirlər bayətha və nəbayətha. Hansı şeyləri gərək edək vacibdir, hansı şeylərdən gərək çəkinək. Onlar hardan ələ gətiririk? Nəyə əsasən deyirik vacibdir? Və yaxud da müftiyətlər ki, fətva verirlər, hansı dəlilə əsasən? O qaynaqlar mötəbərdir yoxsa yox? Biz burada müraciət edəndə mən Ramiz müəllim bu kitabı gətirmişəm. Bu kitab həqiqətdə Muntəhid-Dirayə kitabıdır. Muntəhid-Dirayə kitabı Kifayə kitabının şərhidir. Siz gözəl bir Kifayə kitabı elə bir kitabdır ki, orada bəlkə də 4 il vaxt aparır ki, üsul elminə aid olan bir kitabdır. 4 il vaxt aparır ki, biz bu kitabı əvvəldən axıra qədər oxuyaq. Yəni bir nəfər ki, o ictihad mərhələsinə çatmaq istəyir, gərək bu kitabı oxusun. Bu kitabda yəni bildiyimiz kimi üsul-i fiqh kitabıdır. Biz üsul-i fiqh haqqında danışmışdıq. Amma üsul-i fiqh elminin mövzusu nədir? Amma diqqət edin. Bu mövzusu nədir deyəndə o sualda cavablanacaq ki, fiqhi məsələləri biz hardan ələ getiririk? Üsul elminin mövzusu demək olar ki, şiə alimləri yeşdilliklə buyururlar ki, üsul elminin mövzuları əl-ədillətul ərbəə. 4 dənə dəlildir. O 4 dənə dəlil nədir? Elə Quran, ondan sonra sünnət, icma və əql. İcmanın üzərinə danışacağam. Ustad da elə maraqlı sual verdilər. Baxın, mən üsul elminə bir bənzətmə də edeyim. Baxın, üsul elmi nədir? Üsul elmi deyirlər ki, fiqh elminin məntiqidir. Bütün əqli elmlərdə məntiq oxunmasa istər-istəməz insan yanlışlıq çox eləyə bilər də. Düzgün düşünməyin yollarını məntiq bizə göstərir.
fiqh elmində də müctehid səhv etməsin deyə alimlər bir elm ixtira ediblər, onun adını qoyublar üsul elmi. Üsul elmdə nədən bəhs olunur? Deyir, bir sıra qaydalardır ki, fəqih o qaydalara əgər riayət edərsə, bu riayət edən surətdə eləyə bilər ki, eləsin, fiqhi hökmün eləsin, doğru və düzgün şəkildə ələ gətirsin. Xətalardan uzaq olsun. Xətalardan uzaq olsun. Bax, indi mən inşallah icma barəsində danışacağam. Əql barəsindəki danışdıq. Əslən, Müzəffər üsul elmi elə bil ki, 4 cilddən ibarətdir. Bir cildi müstəqillat-ı əqliyyədir. Bir də fürsət olsa, ustad, ağıl deyəndə, məsələn, hər adam oturub öz ağlı ilə fikirləşir. Bəli, onun izaha ehtiyacı vardı. Deməli, üsul elmində bu ədilli ərbədən bəhs edilir. Hər bir üsul alim, üsul elminə tərif verəndə orada deyir ki, mövzu elmi üsul nədir? Elə ədilli ərbə. Amma ədilli ərbə, bi vəsfil hücciyyə, bi qeyri vəsfil hücciyyə, onlar artıq elmi vəsfə mən oraya daxil olmaq istəmirəm. Amma hamısı deyirlər ki, fiqhi məsələlərin qaynağı Qur'an-ı Kərimdir, sünnətdir. Əlbəttə burada artıq sünnətdə fiqhi elmlərdə xəbər vahid hüccətdə. Hətta əgər yəqin gətirməsələr. Bunun özünə məxsus dəlilləri də vardı, yerində bəhs eləyərik. İcma vəl əql. Baxın, alimlərimiz müstəqil kitab yazıblar. Ayatul Əhkam. Hökmə aid olan ayələr, Ayatul Əhkam. Çoxlu kitablar yazıblar. Müqəddəs Ərdəbildən tutmuş da müasir alimlərə. Deyirlər ki, Qur'an-ı Kərimdə 500 dənə ayə vardır ki, fiqhi məsələlərə aiddir. 500 dənə ayəni çıxarış ediblər. Bir bəhs ediblər ki, məsələn, bu əqimus-səlat, dəstəmaz ayəsi, lillahi ələn-nasi hiccül bəyti, həccə aid olan məsələlər bu Ayatul Əhkamda bəhs olunmalıdır. Və fiqhi istidlalıda da görürsən, ayə ilk olaraq ayəyə istinad edirlər. Amma üçün ayələr küllidir, cüz'iyyatına işarə eləməyib, cüz'iyyatında biz nə gedirik? Sünnətin sorağına. Amma icma məsələsi. İndi əqildən özü bəhs eləyərik və əqildən də çox bəhs olunub. Biz Quran haqqında danışdıq ki, bu təhrif olunmayıb, Peyğəmbərimizə necə nazil olubsa bizə də elə gəlib çatıb. Amma icma məsələsi. Alimlərimiz buyurur ki, düzdür, biz üsul elmində deyirik ki, fiqhi məsələləri isbat edən 4 dənə dəlilimiz vardır. Quran, sünnət, icma, əql. Amma həqiqətdə 3 dənədir. İcmanı deyir ki, biz müstəqil olaraq hüccət bilmirik. Çünki işarə elədi, icma nədir? İcma deyir, ittifaqul ara. Yəni, bütün alimlərin rəyi bir məsələdə nədir? Eynidir. Qeyd olunur ki, alim xəta eləyə bilər, məsum deyil. Hətta desək ki, yalan danışmaz. Çünki ədalətlidir, ədalətli olan yalan danışmaz. Amma xəta ehtimalı ki, vardır. Mən bir dəfə bir misal vurdum. Məsələn, fərz eləyə hətta o əshab-ı icmadan olan Muhammed ibn Müslimdir. Və yaxud da Əbani ibn Təqlibdir. Bu Zürarədir. Ən yaxşı səhabələr, İmam Sadiq əleyhissalam səhabələri. İmam Sadiq əleyhissalam danışırdı, bir kəlməni eşitmədi. Bir kəlməni eşitməmək hökmü dəyişir. Yəcbu, əgər olsa la təcbu olur, vacibdir, vacib deyil. Bu qədər təsir eləyə bilər. Pəs nə qədər bir məsələdə alimlər yığışıb bir dənə hökm versələr də özlüyündə deyirlər ki, bu hüccət ola bilməz. Sayı nə qədər çox da olsa. Bəs yaxşı, icmanı nə üçün hüccət bilirlər? Ustadın sualı burada idi. Nə üçün icma hüccətdir? İcma ki, xəta eləyə bilərlər. Buyururlar ki, icma o surətdə hüccətli ola bilər ki, kəşf eləsin qovlu məsumdan. Yəni, məsumun fikrini çatdıra bilsin. Bu dəqiqliyi mən sevirəm. Bu çox önəmlidir. Yəni, məsum orada nə deyib, onu dəqiq çatdırsın. Bəli, yəni, fərz edək, 1000 nəfər də cəm olsunlar, desinlər ki, bu hökm belədir. Əgər biz yəqin eləməsək ki, məsumun da rəyi burada, budur, biz onu qəbul eləyə bilmərik. Çünki ehtimalı xəta var, xəta eləyə bilərlər. Amma sual buradadır. Usta, siz və ya tamaşaçılar eləyə bilər, bu sualı versinlər ki, yaxşı, biz hardan kəşf eləyək ki, məsumun sözü buradadır? Bəli, həqiqətdə deyirlər ki, icma qayıdır sünnətə. Həz həqiqətdə dəlilimiz nə oldu? 3 dənə. Qur'an, sünnət və əql. Amma yenə deyirəm, usta da gözəl sual verdi. Gərək hansı əql onun barəsində də danışılsın. Amma icma qayıdır sünnətə. Bəs icma o surətdə hüccət ola bilər ki, məsumun sözünü biz ələ gətirə bilək, fikrini ələ gətirə bilək. Burada usta təqribən ən azından 6 dənə, 7 dənə nəzər vardır ki, biz necə eləyə bilərik icmadan kəşf eləyək ki, nədir? Qovlu məsum var. Bu məsumun da sözü burada vardır. Burada Müqəddəs Ərdəbilinin bir fikri var ki, böyük alimlərdəndir. Şeyx Tusinin bir fikri var, qayda-i lütfdən istifadə edir. Mən qayda-i lütfə bir qısa izah gətirim. Baxın, Şeyx Tusi belə buyurur ki,
fərz eləyək ki, bir zamanda. Çünki bizim bəhsimiz o yerdədir ki, hər əlimiz məsuma çatmır. Məsuma əlimiz çatacaqsa bunlara ehtiyacımız yox idi. Hal-hazırda qeybət dövründür, əlimiz məsuma çatmır. İndi bir dənə müctəhidlər də, alimlər də eləyə bilməz ki, başlı-başına qoysun mükəlləfləri. Bəli. Hər bir məsələdə gərək ya indi Quran ayəsi olmasa da ona da işarə edəcək. Hədis də olmasa, əqlin hökmü də olmasa üsul əməliyyə vardı. O da gərək bəhs olunsun. İndi gəldi bir dənə fətva verdilər. Bütün necə deyirlər alimlər hamısı fətva verdilər bir zamanda. Şeyx Tusi belə buyurur, Allah rəhmət eləsin, həqiqətən böyük bir alimdir. Deyir ki, lütf baxımından mahaldır ki, bütün alimlər hamısı icma eləsin bir məsələyə ki, o məsələ vaqiyyəti nəyinədir, əksinədir. Yəni fərz eləyək ki, bütün alimlər deyiblər ki, qeybət dövründə cümə namazı vacibdir, amma həqiqətdə vacib deyil. Deyir, mümkün deyil. Burada gərək imam dəxalət eləsin. İmam gərək mümkündür. İmam əzvab-ı lütf. Lütfün də mənası nədir? Kəlam elmində ədalət bəhsinə gəlsə, orada bəhs eləyərik. Lütf baxımından gərək imam orada dəxalət eləsin. Əlbəttə, buna öz yerində, üsul elmdə iradları var, işqalları var. Orada daxil olmaq istəmirəm. Amma Müqəddəs Ərdəbili nə deyir? Müqəddəs Ərdəbili bilirsiniz də, o qədər müqəddəs idi. Daha dəfələrlə İmam Zaman əleyhissalamla görüşüb. O deyirlər ki, bəzən bir məsələ, fikri məsələnin cavabını Qurandan, sünnətdən tapa bilməyəndə deyirdi ki, bu məsələn deyirəm, filan şey haramdır. Dəlil, çünki gərək dəlil desə, deyir icmaən. Deyir icmadır. Necə yəni icmadır bu məsələdə? Alimlərin fikri ayrıdır axı. Deyirlər ki, o icma bəhsində icmai təşərrüfünü qəbul edirdi. Yəni artıq o bir dənə xüsusi Şiə məzhəbinə aiddir. Ola bilər biz ondan səsləndirsək, bəziləri necə deyirlər, yaxşı qəbul eləməsinlər, amma bu öz yerində sabit olub. Ki məsələn icma təşərrüfü nədir? Deyir ki, İmam Zaman əleyhissalam xidmətinə yetişərdi. İmam Zaman əleyhissalam onun cavabını verərdi. Əlbəttə, buna da nəzərə alaq. Heç bir alim Müqəddəs Ərdəbilinin bu məsələlərdəki icma etdiyi sözünü qəbul eləmirdi. Deyir, sən yetişibsən İmam Zaman əleyhissalamın xidmətinə, necə deyirlər, o məsələnin hökmünü alıbsan, sənin sözün bizə hüccət deyil. Sənin özünə hüccətdir, bizə müqəllidlər bu hüccətdir. Ondan sonraki alimlər artıq burada deyiblər ki, icmai biz məsumun qolunu kəşf edirik. Hədis baxımından, ya his baxımından artıq deyim burada 7 dənə məsələ. Hər halda mən bunu demək istəyirəm ki, icma özü özlüyündə fiqhi məsələ üçün dəlil ola bilməz. İcma nə qədər ki, məsumun kəlamını, rəyin, fikrin bizə çatdırmasa, icmanı deyirlər ki, nədir? La yuğunu min şeyin, heç bir dərdə dəyməz. Bu baxımdan mən xülasə, ustaddan da istifadə edək, ya suallar varsa suallara keçərsiniz. Fiqhi məsələlərin də əsası, kökü qayıdır Quran-ı Kərimə, Sünnət-i Nəbəvi, Sünnət-i Məsumin, imamlar və sonda əql. Amma əqildən məqsədi hər əqil deyil. Çünki əqildə ola bilər ustad bəziləri əqilə misal vururlar qiyası. Müzəffər onu bəhs edir. Bəziləri deyir ki, qiyas da əqlin mistaqlarındandır. Amma İmam Sadiq əleyhissalam buyurur ki, əd-dinu izə qisət muhiqə. Əgər din qiyasla ələ gətirilsə, əsən din aradan gedər. Bu qədər. Allah razı olsun ustad. Allah sizi hifz eləsin. Həqiqətən bir dərs oldu. Yəni belə bir elmi bir dərs oldu. Ustad, icazəniz olsa elə sona 5 dəqiqə qalıb, sualları inşallah sabahki verilişlərdə səsləndirərik. Ustad, sizdən istifadə edək son 5 dəqiqəni özümüzə qayıdaq. İnşallah gözəl izaha görə mən ustada təşəkkür edirəm. Biz hamımız burada Şeyx Firuzə ustad deyirik. Məndən qabaq da ata və qardaş da. Yəni təəccüblü məsələ deyil, bir də təsadüfi deyil. Çünki Şeyx Firuz bizim hamımıza dərs deyib burada və bizə kömək eləyib bu elmi məsələlərdə. Ona görə bizim ustadımızdır. Biz elə təşəkkür edirik sizə fürsət düşmüşkən. Bəli, ustad, bunu mən dedim ki, mən də ustadın özü ilə təqribən 3-4 il dərs olmuşam. Ona görə zəhmətləri çoxdur. İnşallah Allah qəbul eləsin. Deməli, Üsul-i-Din 5 dənədir biz dedik. Oxuduq, 6 dənə deyənlər də var. Hətta 2 dənə deyənlər də var. Məsələn, Əl-İhkam fi İlmil Kəlam kitabında səhifə 7-də, bunu mən özüm çıxartmışam, baxmışam orada. Deməli, təzə kitablardandır. Orada deyir ki, Üsul-i-Din 2-dir, Tohid və Nübüvvət. Bu da, buradan birbaşa keçirik başqa bir məsələyə ki, hardan götürürlər? Ümumiyyətlə, necə müəyyən edirlər ki, neçə dənədir? Biri 3-dür, biri 5-dir, biri 6-dir. Hardan götürürlər? Əsas yenə də bunun saylarında müraciət edirlər sünnəyə, rəvayətlərə. Və rəvayətlərdə deməli, mən
birini qeyd eləmişəm Üsul-i Kafidə. Üsul-i Kafidə Əbu Əbdillah əleyhissalam İmam Sadiq Əleyhissalam buyurur ki, "Əl-İslamu şəhadətu an la ilahe illallah və təsdiqu bi Rasulillah." 2 dənədir də. Biri la ilahe illallah tövhiddir və peyğəmbəri təsdiq eləməkdir. Bihi huqinatid dima. Həmin bu 2 dənə ilə qanlar, həmin bu şəhadətə və yaxud bizdə kəlmə şəhadət deyirlər. Bu şəhadətə ilə qanlar qorunur. Qanı haram olur insanın, öldürmək olmaz. Yəni küfrdən çıxır, başqa təbirlə desə. Və aleyhi cəratul manakih vəl məvarith. Və bunun üzərində evliliklər baş verir ki, məsələn kafirlə evlənmək olmaz və yaxud da bu müsəlman hökmündədir bunun nikah məsələsi və müsəlmandan ki vərəsəlik eləyir, miras aparır ki, kafir müsəlmandan apara bilməz. Əgər bu 2 şəhadətini və yaxud 2 şəhadəti başqa ərəbcə şəhadətini Allahın təkliyinə iqrar və peyğəmbərin nübüvvətini təsdiq eləmək bu baş verirsə, bu müsəlman onu deyirsə, bu müsəlmandır və müsəlmandan irs apara bilər, müsəlman valideynlə. İndi burada mən istəyirəm, daha burada çox vaxtımıza görə Şeyx Səduqun özü də gətirir, deyir ki, Üsul-i-Din ümumiyyətlə rəvayətlərə biz baxanda harda əsl sözü gəlibsə, əslun, bu Üsul-i-Dindir. Şeyx Səduq da belə bir meyar qoyub. Hər halda Şeyx Səduq bunu deməli Mə'unil Əxbarda gətirib. Mə'unil Əxbar rivayət kitablarında orada gətirib. Deməli Üsul-i-Din, amma burada bir dialoq olaraq mən sual verə bilərəm ki, Hüseyn müəllim sizə ki, dinin əsaslarının neçədən olmağını hardan tapırıq deyəndə mən belə bir sual, siz mənə bu sualı versəz, mən sual verəcəm ki, ümumiyyətlə dinin mənşəyi haradır? Dinin sahibi kimdir? Kimdir sahibi? Allah. Deməli bu dinin ki insanları xoşbəxt eləyəcək ilahi təlimlər toplusu olan peyğəmbərlər vasitəsilə gələn bu dinin sahibi Allahdırsa, bunun əsaslarını kim daha layiq kimdir müəyyən eləsin? Allahın özü. Deməli biz Allahın özündən, indi biz vəhy bizə gəlmədiyinə görə yenə də biz qaydırıq o rəvayətlərə, sünnəyə, yəni peyğəmbər və əhl-i beyti vasitəsilə bu dinin əsaslarını öyrənirik və biz baxsaq görsək, görürük ki, məsələn bəzi imamət mövzusundakı ixtilaflar düşür bu gün və yaxud keçmişdə də var idi. Üsul-i-Dindən də yoxsa yox, biz bunu Üsul-i-Din hesab edirik. Bəziləri Üsul-i Məzhəb hesab deyirlər, amma Üsul-i Məzhəb çünki məzhəb dindən ayrı deyil. Ona görə də Üsul-i-Dindir. Yəni məqsədləri ayrı bir şeydir, bu ayrı bir yerdə inşallah başqa bir yerdə biz bunu daha geniş bəhs eləyərik. Amma hər halda indi orada dediniz siz əvvəldə ki, Üsul-i-Dini inkar edən kafir olur. Onda imamı inkar edən də kafir olsun və siz şiədən başqa hamını kafir görürsünüz. Biz deyirik ki, burada bir dəqiqə dayanın. Burada məsələ din mövzusudur. Burada belə qiyas Əbu Hənifə kimi eləyə aləmi vurmayın bir-birinə. Burada elmi məsələdir, dəqiq məsələdir. Lazım olsa kim istəsə biz onunla bəhs eləyə bilərik, müzakirə eləyə bilərik. Fikri məsələ ayrı. Fikri məsələdir. Biz orada fiqh hökmlərindən danışmırıq. Onların öz dəlilləri var ki, siz orada deyirsiniz, bundan qabaq da demişsiniz, bundan sonra da fiqhi mənbələri, dəlilləri ki, onların öz dəlilləri var ki, bu öz yerində. Kafir hökmünü biz fiqh olaraq biz onlara verdik. Amma məsələ budur ki, ümumiyyətlə biz bunları dinini kamil hesab edirik, yoxsa yox, sərahətən və aşkar şəkildə biz deyirik ki, imaməti inkar edən dini kamil deyil. Biz bunu qəzəbimizdən və yaxud biz bunu kimisə alçaltmaq üçün demirik. Biz bunu tənbih üçün deyirik. Yəni ayırmaq üçün, diqqət çəkmək üçün deyirik ki, diqqətli oluna, imaməti kənara qoysaz, mənəvi təkamüldə yarımçıq qalacaqsınız. Əgər istəmirsinizsə yarımçıq qalmaq, bismillah bunu biz sizə isbat eləyərik. Dəlil də istəyirsinizsə, Maidə surəsinin 3-cü ayəsi, Əl-Yevmə əkməltu ki, məlum məsələdir. Əgər yox, vecüzə dörsə və bu məsələlərə yüngül yanaşırsınızsa ki, belə olmamalıdır. Əgər Allahı ciddiyə alırsınızsa və Allahın vəd və vəidini ki, bəziləri özləriniz Üsul-i-Dindən hesab eləmişsiniz, ciddiyə alırsınızsa, bilin ki, bu məsələni kənara qoyduğunuza görə, bu məsələdən nöqsan elədiyinizə görə mütləq qiyamət günü sorğu-sual olacaq və çətin olacaq. Və biz də sizi təhsir eləmək üçün, çəkindirmək üçün bu əslində belə deyə də bu
məhəbbət və çünki biz bunu imamlarımızdan öyrənmişik də. Məsələn, gəlir İmam Baqir Əleyhisselama ağır sözlər deyir, İmam Baqir Əleyhisselam onu yumuşaq. Yaxud İmam Həsən Əleyhisselama gəlir Şamdan ağır sözlər deyir, onu yumuşaq. Çünki buna helm deyirlər. Helm ağlın işidir və dinin kamilliyidir ki, imamlardan öyrənmişik. Biz helm göstərib, məhəbbət göstərib, biz bu tənbih ərəb dilində tənbih, bizdə tənbih deyəndə danlamaqdır. Danlamaq yox, ayıltmaq yaxşıdır. Ayıltmaq məqsədi ilə biz deyirik ki, bu məsələdə çalışın, nöqsan eləməyin. Hətta axirət öz yerində, hətta bu dünyada bəzi o məişətən dank edirlər də, o ağır yaşayışa səbəb olan məsələlərdən biri Allahla arada səmimiyyət olmamasıdır və yaxud Allahın dininə tam olaraq əməl olunmamasının səbəbinədir. Ona görə də bunlardan qorunmaq üçün, inşallah həqiqi xoşbəxtliyə çatmaq üçün onlara görə diqqət olunsun. Bizim də zəhmətlərimiz bunun üçündür. İnşallah Allah qəbul etsin. Allah qəbul etsin usta. Təşəkkür edirik. Allah hər iki ustada inşallah uzun ömür, can sağlığı versin və belə mövzuları ki, Allah tövfiq versin ki, daha da genişləndirək və daha da çox olsun. Mən təəssüf hiss edirəm ki, vaxtımız sona yetdi. İnşallah ki, yenə də növbəti verilişdə Ramazan ayı boyunca hələ qabaqda 25 gün var. İnşallah yenə də sizin xidmətinizdə olarıq. Allah sizdən də razı olsun inşallah. Çox sağ olun.